barədə danışmaq istəyirəm. Rəng kirli saça qoyulmalıdır, yoxsa təmiz saça qoyulmalıdır? Və qızlar, vurğulayım ki, o vaxtdan bir ideyalar var ki, xanımlarda kirli saça rəng qoyulmalıdır, saç zədələnməsin falan belə bir. Belə deyim qızlar, xeyr, bu qəti düz deyil. Kirli saça rəng qoyulduğu zaman zaten ağ saçlarda pigment sıfır olduğu üçün rəngi zorla tutur və üstəlik bunu yağlı saça qoyduqda rəng yaxşı tutmur. Həmin günü tutsa da belə bir neçə yumaya axır və müştərilər də elə düşünür ki, saçım tez uzandı, dip boyam tez gəldi. Amma əslində dip boyanız tez gəlmir qızlar. Sadəcə bir neçə yumaya saç rəngi axıdır. Çünki saç yağlı olduğu üçün, dəri yağlı olduğu üçün rəng tam ora nüfuz edə bilmir. Buna görə də təmiz saça rəng qoyulmalıdır. Bu, hərdən saça rəng qoyanda, məsəl üçün təmiz saça rəng qoyanda dibləri qıcıqlanır. Bu, reaksiyalı xanımlarda belə olmağı normaldır. Amma yaxşı kolorist isə bunun qarşısını alacaq. Yəni, düzgün oksidantlarla, düzgün məhsullarla elə qoyacaq ki, o rəngi təmiz saçda nə saçın dibi qıcıqlanmayacaq, ya da ki, ağlarımız qəşəng tutacaq. Belə qızlar.